hər vaxtınız xeyir. Bilirsiniz, bir ölkənin gələcəyini anlamaq üçün onun iqtisadiyyatına, statistikasına yox, birbaşa insanlarına baxmaq lazımdır. Gəlin bugün birlikdə baxa görək, bir millətin yaş, cins və əmək bölgüsü onun taleyini necə müəyyən edir. İndi sizə bir sualım var. Sizcə, dünya əhalisi gəncləşir, yoxsa get-gedə qocalır? Bu sual ilk baxışdan çox sadə görünə bilər, amma inanın cavabı bir ölkənin bütün gələcəyini, iqtisadiyyatından tutmuş sosial həyatına qədər hər şeyi şəkilləndirir. Gəlin elə bu sualın cavabını axtara-axtara mövzunun dərinliklərinə enək. Yaxşı, bəs yol xəritəmiz necə olacaq? Deməli, əvvəlcə dünyanın yaş profili ilə tanış olacağıq, sonra əmək ehtiyatları nə deməkdir onu aydınlaşdıracağıq, ardınca işsizliyin necə hesablandığını görəcəyik və sonda bütün bunları bir yerə yığıb demoqrafik yük və tərkibdən danışacağıq. Hazırsınızsa, başlayaq. Gəlin elə hər şeyin təməlindən, yəni yaş məsələsindən başlayaq. Çünki bilirsiniz, bir cəmiyyətin gənc və ya yaşlı olması əslində onun sabah nəyə ehtiyac duyacağını göstərir. Yəni, daha çox məktəb mi tikilməlidir, yoxsa xəstəxana və ya pensiya fondu gücləndirilməlidir? Bax, bütün bu sualların cavabı yaşda gizlidir. İndi isə gəlin iki tamamilə fərqli dünyaya səyahət edək. Baxın, bir tərəfdə Yemen var. Təsəvvür edin, orada əhalinin yardan çoxu, düz 52%-i 15 yaşından kiçik uşaqlardır. Yəni demək olar ki, hər iki nəfərdən biri uşaqdır. İndi isə gəlin Avropaya baxaq. Məsələn, Almaniya və İtaliyaya. Burada mənzərə tamamilə fərqlidir. Uşaqlar əhalinin cəmi 16%-idir. Görürsünüz də fərqi. Bu uçurumun əsas səbəbi əlbəttə ki, doğum səviyyəsindəki fərqlərdir. Amma təbii ki, məsələnin bir də o biri tərəfi var, yaşlı nəsil. Məsələn, İsveç kimi yüksək həyat səviyyəsi olan ölkələrdə əhalinin 1/4, yəni 25%-i yaşlılardır. İndi gəlin bir də Malidəki vəziyyətə baxaq. Orada bu rəqəm cəmi cümlətanı 2%-dir. Fikir verin, bu rəqəmlər sadəcə statistika deyil, bu əslində ölkələr arasındakı səhiyyə, qidalanma, yəni ümumilikdə həyat şəraiti fərqinin birbaşa güzgüsüdür. Yaxşı, bəs bütün bu yaş söhbətinin iqtisadiyyatla nə əlaqəsi var? Bax, əlaqə birbaşa və çox önəmlidir. Bir ölkənin iqtisadi mühərrikini, yəni onu hərəkətə gətirən qüvvəni anlamaq üçün gəlin əmək ehtiyatları anlayışına nəzər salaq. Deməli, əmək ehtiyatları nədir? Ən sadə dildə desək, bu bir ölkənin işləyə biləcək yaşda olan, sağlam və işləmək istəyən insanlarıdır. Yəni 16-dan 65 yaşa qədər olan iqtisadiyyatı ayaqda saxlayan o böyük qüvvə. Amma bu qrupa kimlərin daxil olub-olmadığı məsələsi biraz daha qarışıqdır. Baxın, burada çox incə bir məqam var. Əmək ehtiyatları deyəndə ağlınıza təkcə hal-hazırda işi olanlar gəlməsin. Yox, bura eyni zamanda işi olmayan, amma aktiv şəkildə iş axtaranlar da daxildir. Bəs kimlər daxil deyil? Məsələn, işləmək istəməyən və iş axtarmayanlar. Və ya bəzi ölkələrdə adına torpaq payı olduğu üçün rəsmən məşğul sayılan insanlar. Onlar bu statistikaya daxil edilmir. İndi gəlin bir anlıq bütün dünyaya baxaq. Təsəvvür edirsiniz, dünyadakı bütün insanların cəmi 45%-i rəsmi olaraq işləyir. Yerdə qalan 55% isə uşaqlar, təqaüdçülər və iqtisadi cəhətdən aktiv olmayan digər insanlardır. Başqa sözlə desək, bu deməkdir ki, işləyən bir azlıq, işləməyən bir çoxluğu öz çiyinlərində daşıyır. Bax, bu çox ciddi bir balansdır. Yaxşı, əmək ehtiyatlarını anladıqsa, indi gəlin bu məlumatdan istifadə edib ölkənin iqtisadi hərarətini ölçək. Necə? Əlbəttə ki, işsizlik səviyyəsini hesablayaraq, bu iqtisadiyyatın nə qədər sağlam olduğunu göstərən ən vacib göstəricilərdən biridir. İşsizliyi hesablamaq üçün çox sadə bir formul var. Amma burada bir dənə vacib nüans var. Biz işsizlərin sayını bütün ölkə əhalisinə bölmürük. Yox, biz onu məhz bayaq danışdığımız əmək ehtiyatlarına, yəni işləyə biləcək və işləmək istəyən insanların ümumi sayına bölürük. Çünki yalnız bu yolla real mənzərəni görmək olar. Gəlin elə bir misal üzərində baxaq, hər şey daha aydın olacaq. Gəlin birlikdə hesablayaq. Deməli, təsəvvür edin ki, bir ölkənin 10 milyon əhalisi var. Bu, bizim başlanğıc nöqtəmizdir. Birinci addım, bu 10 milyondan işçi qüvvəsinə daxil olmayanları, yəni uşaqları, təqaüdçüləri, bir də iş axtarmayanları çıxmalıyıq. Tutaq ki, onların hamısı birlikdə 6 milyon nəfərdir. İkinci addım, 10 milyondan 6 milyonu çıxanda nə qalır? 4 milyon. Bax, bu 4 milyon bizim əmək ehtiyatımızdır. Üçüncü və son addım. Fərz edək ki, bu 4 milyonluq işçi qüvvəsinin içində 600 min nəfər işsizdir. Elə isə 600 mini 4 milyona bölüb 100-ə vururuq. Və nəticə 15%. Yaxşı, bəs bu 15% nə deməkdir? Çoxdur, azdır? Bu bir ölkə iqtisadiyyatı üçün təhlükə zəngidir, yoxsa adi bir haldır?
Həmişə olduğu kimi, hər şey kontekstdən asılıdır. İqtisadçılar deyir ki, normal, stabil bir iqtisadiyyatda işsizlik səviyyəsi 7-8% keçməməlidir. Əgər bu rəqəmdən yuxarıdırsa, deməli artıq ciddi iqtisadi problemlərdən danışmaq olar. Yəni bizim misaldakı 15% əslində həyəcan təbili deməkdir. İndi isə gəlin, öyrəndiyimiz bütün bu məlumatları bir puzzle'ın hissələri kimi birləşdirək. Son bölməmizdə bir iqtisadiyyatın çiyinlərində daşıdığı demoqrafik yükdən və bu mənzərəni tamamlayan son, amma çox vacib bir amildən, cins tərkibindən danışacağıq. Bəs demoqrafik yük nə deməkdir? Bu, əslində bir cəmiyyətin nə qədər sağlam bir tarazlıqda olduğunu göstərən bir termindir. Çox sadə dildə desək, hər bir işləyən adamın üzərinə neçə uşaq və ya təqaüdçünün qayğısı düşür? Bax, bu sualın cavabıdır, demoqrafik yük. Ümumdünya rəqəmlərinə baxanda isə bu balansın nə qədər kövrək olduğunu görürük. Baxın, orta hesabla planetimizdə hər 100 işləyən insana 70 nəfər işləməyən, yəni uşaq və ya təqaüdçü düşür. Bu isə o deməkdir ki, ölkələrin sosial təminat, pensiya və səhiyyə sistemləri həddindən artıq böyük bir təzyiq altındadır. Və nəhayət, bu böyük demoqrafik tablonu tamamlamaq üçün son bir ştrix qaldı. Bəlkə də ən fundamental olanı qadınlarla kişilərin sayı arasındakı nisbət. Və bu nisbət dünyanın fərqli yerlərində bizə tamamilə fərqli hekayələr danışır. Məsələn, Asiyanın bir çox ölkəsində kişilərin sayı qadınlardan daha çoxdur. Mənbələr bunu bir çox halda qadınların üzləşdiyi daha ağır sosial-iqtisadi şəraitlə əlaqələndirir. Hindistanda hər 1000 kişiyə 940 qadın düşür. Amma gəlin Avropa və ya Şimali Amerikaya baxaq. Burada vəziyyət tam tərsinədir. Qadınlar kişilərdən daha uzun yaşadığı üçün, xüsusilə yaşlı nəsil arasında qadınların sayı daha çox olur. Bütün bu danışdıqlarımızı əslində bir cümlə ilə ümumiləşdirmək olar. Bir əhalinin yaş və cins tərkibi onun demoqrafik taleyini müəyyən edir. Yəni, bir millətin gələcəkdə hara gedəcəyini bilmək istəyirsinizsə, onun bugünkü insanlarına baxmalısınız. Yaxşı, bütün bu məlumatlardan sonra gəlin bir anlıq düşünək. Bəs sizin yaşadığınız ölkənin demoqrafik balansı necədir? Onun gəncliyi, işçi qüvvəsi və yaşlı nəsli. Bütün bunlar ölkənin gələn 50 ilini necə formalaşdıracaq? Bax, bu sual üzərində düşünməyə dəyər. Cavablar isə bugün danışdığımız rəqəmlərdə və nisbətlərdə gizlidir.